Modelləşdirmə, kompüter modelləşdirməsi. Salam dostlar. Bugünkü dərsimizin mövzusu kompüter modelləşdirməsidir. Əvvəlcə gəlin biraz düşünək. Biz ətrafımızdakı dünyanı öyrənmək, hadisələri anlamaq və proqnozlaşdırmaq üçün nədən istifadə edirik? Əlbəttə ki, modellərdən. Model hər hansı bir obyektin, hadisənin və ya prosesin sadələşdirilmiş təsviridir. Məsələn, coğrafiyada yer kürəsinin qlobusu, biologiyada insan skeleti, fizika və riyaziyyatda isə düsturlar və qrafiklər bir modeldir. Amma bəzən bu modellər bizə kifayət etmir. Xüsusilə mürəkkəb sistemləri tədqiq edərkən bizə kompüter modelləri lazımdır. Kompüter modelləşdirməsi nədir? Kompüter modelləşdirməsi real obyektin və ya hadisənin kompüterdə proqram vasitəsilə yaradılmış modeli üzərində tədqiq edilməsidir. Yəni biz real dünyadakı bir prosesi kompüterdə canlandırırıq, onun davranışını müşahidə edirik, nəticələri analiz edirik. Məsələn, hava proqnozları hazırlanarkən atmosferdəki proseslər kompüter modelləri ilə hesablanır. Zəlzələlərin təsiri və ya virusların yayılması da kompüterdə modelləşdirilə bilər. Hətta avtomobil və ya təyyarə istehsalında yeni konstruksiyalar sınaqdan keçirilmədən əvvəl kompüterdə test edilir. Kompüter modelləşdirməsi harada istifadə olunur? Kompüter modelləşdirməsi bugün elm və texnologiyanın demək olar ki, bütün sahələrində tətbiq olunur. Misal üçün, təbiət elmləri, kimyəvi reaksiyaların və fiziki proseslərin simulyasiyası. Tip, insan orqanizminin modelləşdirilməsi və əməliyyatlara virtual hazırlıq. İqtisadiyyat, bazar proseslərinin və maliyyə dəyişikliklərinin proqnozlaşdırılması. Mühəndislik və arxitektura, binaların, körpülərin, avtomobillərin dizaynı və dayanıqlılıq sınaqları. Təhsil, mürəkkəb hadisələrin sadə şəkildə izahı və interaktiv tədris. Dinamik və statik modellər. Bütün modellər iki əsas növə bölünür: statik və dinamik modellər. Statik model dəyişməyən sabit vəziyyəti göstərir. Məsələn, bir binanın 3D təsviri və ya xəritə. Dinamik model zamanla dəyişən vəziyyəti təsvir edir. Məsələn, avtomobilin hərəkətini, havanın dəyişməsini və ya iqtisadi artımı göstərən proqram. Beləliklə, kompüter modelləşdirməsi bizə həm statik, həm də dinamik hadisələri araşdırmağa imkan yaradır. Kompüter modelləşdirməsinin üstünlükləri. Keçmişdə baş verən hadisələri canlandıra və gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdıra bilirik. Abstrakt anlayışları vizual şəkildə görmək mümkündür. Hadisələrin gedişini izləmək və dinamikasını tədqiq etmək olur. Zamanı sürətləndirmək və ya yavaşlatmaq mümkündür. Eyni model üzərində dəfələrlə sınaq aparmaq olur və hər dəfə ilkin vəziyyəti asanlıqla bərpa etmək mümkündür. Ədədi və qrafik nəticələr əldə edilir ki, bu da analitik təhlil üçün çox faydalıdır. Yeni məhsulun optimal formasını real nümunə hazırlamadan müəyyən etmək olur. Riskli və təhlükəli sınaqları insan sağlamlığı üçün zərərsiz şəraitdə kompüterdə aparmaq mümkündür. Yekun. Bugün öyrəndik ki, kompüter modelləşdirməsi real həyatda müşahidə edə bilmədiyimiz hadisələri öyrənmək, proqnozlaşdırmaq və idarə etmək üçün çox güclü vasitədir. O, elm, texnologiya, iqtisadiyyat və təhsil sahələrində vacib rol oynayır. Ev tapşırığı. Gündəlik həyatda hansı proseslərin kompüter modelləri ilə tədqiq oluna biləcəyini düşünün və qeyd edin. Dərsimiz bu qədər. Ümid edirəm kompüter modelləşdirməsinin nə qədər maraqlı və faydalı sahə olduğunu anladınız. Sağ olun, növbəti dərsdə görüşənədək.